Mask mövzusunda dərinləşmək üçün gəlin bu dəfə biraz fərqli bir mövzu götürək. Çox sadə bir kitab üzqabığı və ya bir poster üçün manipulyasiya, bir kollaj hazırlamaq lazımdır. Əlimin altında qabaqcadan hazırladığım 3 təsvir var. Daha doğrusu biri fotodur, biri belə söyüş olmayacağına ümid elədiyim bir heroqlifdir və bir də belə bir illüstrasiya var. Tamam, gəlin bunları maskı tətbiq eləməklə, maskdan istifadə eləməklə üçünü bir araya gətirək. Baxaq görək necə alınır və ümumiyyətlə mask mövzusunda daha nə yeniliklər öyrənə bilərik. İlk öncə buradan başlayaq. Götürək bizim sürətli seçim üçün olan Object Selection alətimizi, əhatələyək və yəqin ki də kifayət qədər səliqəli, bir problemi olmayan selection əldə edək. Görünən odur ki, hər şey qaydasındadır. Mask əlavə eləmək lazımdırsa, müvafiq ikonu tıklayaq. Bir kitab üzlüyü və ya bir poster layoutu yaratmaq istəyiriksə, müvafiq ölçülər tətbiq edə bilirsiniz. İndiyə qədər demək olar həmişə billboard deyilsə, bir çöl reklamı deyilsə, həmişə biz Instagram üçün kvadrat və vertikal layoutlar hazırlayırdıq. Gəlin bu dəfə print üçün bir layout hazırlayaq. Yuxarıda Adobe-çılar bizə fərqli şablonlar təklif edirlər. Keçək printə. Printdə də bizim daha çox istifadə edəcəyimiz A4 və ya da ki ona oxşar fərqli bir şablon seçə bilərik. Tutaq ki A4 formatda bir poster hazırlamaq lazımdır ya da bir jurnal üçün bəlkə üz qabağı. Bizim seçib də mask elədiyimiz bu samurayı götürüb daşıyaq həmin o posterə. Layer'ın üstündə basıb saxlayıb sadəcə keçirirəm digər fayla və burada buraxıram artboardun üstünə və həmin bu samuray maskası ilə və orijinal pikselləri ilə bir yerdə gəlir bizim A4 formatlı artboardumuza. Digərlərini bir dəfəlik daşıyaq, sonra manipulyasiyaya başlayarıq. Eyni qaydada bu. Bunu güya ki şəffaf PNG fayl kimi düşünmüşdüm. Təbii ki bu çakma şəffaf çıxdı. Fonunda bu şəkildə hazır pattern var, görürsünüz. Yəni fon şəffaf deyil, şəffaf fon belə olur. Amma problem deyil, biz artıq sürətli selectionda çox fərqli variantları test eləmişik, alətlərlə tanış olmuşuq. Bilirik ki, rahatlıqla bütün bu qara rəngləri necə seçə bilərik. Magic Wand'u götürək, contiguous parametrini yığışdıraq. Bu nə idi? Bu ancaq bir-biri ilə əlaqəli olan qara fonu seçməyə imkan verdi. Mən isə bu əlaqə olmadan tıkladığım hissədəki qara rəng harda varsa onları seç deyə əmr vermək istəyirəm buna. Ona görə Magic Wand'u götürmüşəm, contiguous'u yığışdırmışam. Daha doğrusu deaktiv eləyək və tıklayaq. Və görünən odur ki, bütün bu qara rənglər, heroqlifin bu detalları seçildi. Ctrl-C kopyalayaq. Gələk bizim kvadrat olmayan vertikal A4 formatlı layoutumuza. Dursun burada. Düzdür, əslində mən gələ ölçümü daha balaca eləyərdim. Çünki təsvirlərin burada kifayət qədər böyükdür. Amma şəklin keyfiyyətinin itməyini biz burada nəzərə almayaq. Amma ümumiyyətlə irəlidə tövsiyə eləmirəm ki, məsəl üçün kiçik ölçülü belə bir detalı götürüb belə həddən artıq böyüdəsiniz. Və çünki bilirsiniz ki, kənarlarında hansısa keyfiyyətsizlik ola bilər. Baxmayaraq ki, burada çox da hiss olunur. Çünki təsvirin özündə onsuz da müəyyən qədər keyfiyyətsizmiş kimi görüntülər var. Tamam və bizim bir də belə bir görüntümüz var. Gəlin deaktiv eləyək fonu. Əslində eləməsəydi də olardı. Mənə lazımdır ki, bütün ağ hissələri götürüm, hətta Fujiyamanın içində olan bu qar hissələrini də götürüm və fondan təmizləyim. Götürdüm Magic Wand'ı, contiguous'u artıq biz deaktiv eləmişik. Tıkladım, nəinki buradakı ağı, bütün bu fonu eyni zamanda dağın içindəki ağ detalları da seçdi və maskı tətbiq eləyə bilərik. Və burada maraqlı bir şey oldu. Biz fonu seçdiyimizə görə avtomatik maskda oranı saxladı, digər hissələri isə gizlətdi. Mən isə bunun tərsinəsi lazımdır. Mən isə istərdim ki, bura görünsün, ağ hissə gizlənsin. Biz maska baxa bilirdik. Maskın daha doğrusu içinə girib o maskın təsvirini görə bilirdik. Alətə basıb saxlayıb bunun üzərində tıklasam, avtomatik mən indi hal-hazırda mən maska baxıram, yəni bu şəkilə baxmıram. Biz görürük ki, fon ağ olduğuna görə avtomatik nə baş verir? Həmin o fonu biz görürük. Qara olan hissələr ki, günəş bura aiddir, dağın ümumi detalları bura aiddir. Biz o hissəni görmürük. Yaxşı, mən bunların yerini dəyişmək istəyirəm. İstəyirəm ki, kənar ağ olsun, içəri isə qara olsun. Bizdə ağ göstərir, qara isə gizlədir. Daha doğrusu kənar qara olsun, daxili isə ağ olsun. Inverse eləyə bilərik, rənglərin yerini dəyişə bilərik. Bunun üçün bizdə hotkey i-dən yadda saxlaya bilərsiniz. Ctrl-i və ya Ctrl-I avtomatik nə baş verdi? Maskda rənglər yerini dəyişdi.
Əvvəl kənar ağ idi. Biz ona görə dağı deyil də kənarı görürdük. İçəri qara idi. Biz dağı görmürdük. İndi isə bu rənglərin yeri dəyişildi. Günəş əvvəl gizlənmişdi. Niyə? Çünki əvvəl günəş qara idi. İndi onlar yerini dəyişdi. Tamam. Və buna görə də biz indi günəşi görürük. Dağları görürük. Amma kənar hissəni görmürük. Qara hissəni görmürük. Niyə? Çünki rənglərin yerini dəyişdi. Inverse elədi. Eyni qaydada təzədən Ctrl-E eləsəm, Ctrl-I deyək buna. Yenə də istənilən vaxtda bunların yerini dəyişib göstərdiyimiz yeri gizlədə ya da ki tərsinə gizlətdiyimiz yeri göstərə bilərik. Burada çox vaxt itirmədən eyni qaydada bu detalda daşıyaq bizim artboardumuza. Və indi bunların üçünün arasında bir kompozisiya qurmağa çalışaq. Tutaq ki bizim dağımız olacaq aşağı hissədə. Bundan əvvəlki dərsdə də danışmışdıq ki, əgər bizim maskla işimiz bitibsə, artıq əlavə bir pikselə ehtiyacımız yoxdursa, hər dəfə select eləyəndə və ya kursoru bunun üzərinə gətirəndə digər detalları da, fotoda olan digər detalları da, əlavə hissələri də görmək istəmirəmsə, o zaman biz maskdan xilas ola bilərik. Məsəl üçün, baxın, samuray olan layeri götürürəm, hərəkət elətdirirəm. Tutaq ki, ölçüsünü böyüdüb balacalaşdırmaq istəyirəm. Ctrl-T deyirəm. Ancaq bura deyil də kənar hissələr də görünür. Niyə? Çünki mən kənar hissələrdən hələ xilas olmamışam. O piksellər hələ də buradadır. Sadəcə müəyyən hissəni gizlətmişəm. Ona görə də əgər seçimdə hər şey qaydasındadırsa, hansısa hissəni bərpa eləmək fikrim yoxdursa, o zaman artıq tətbiq eləyə bilərik biz maskingi. Ki onda necə olduğunu əslində bundan əvvəlki dərsdə gördük. Hətta gəlin tutaq ki, xəncərin aşağısında belə bir detal var. Gəlin bundan xilas olaq. Götürək obyekti yox. Baxın, niyə hər dəfə mən bunu qeyd edirəm ki, obyekti yox, maskı seçmək lazımdır. Əgər səhvən təsadüfən bunu seçsəz və brush'ı götürsəz, ki burada bir dənə şeydə diqqətli olun. Bizim foregroundda və backgroundda istənilən rəng ola bilər də, düzdür? Biz tutaq ki, götürürük brush'ı da tutaq ki, müəyyən bir ölçü verək. Hətta gəlin standart brush'la gedək. Bəli, götürmüşük brush'ı. Göy ki maskalamaq istəyirik. Başlayacağız üstündən, gəlin opacity-ni də 100%-ə qaytaraq. Başlayacağız üstündən bu piksellərin orijinalının üstündən getməyə, rəngləməyə. Niyə? Çünki ön planda qırmızı rəngdir. Mən də layer'ın özünü seçmişəm. Yəni mask seçilməyibdir. Ona görə diqqətli olmaq lazımdır. Ctrl-Z ilə geri qayıdaq. Ona görə həmişə mask əməliyyatına başlamışdan qabaq əmin olun ki, bunu seçmisiniz. Və əslində o vizual olaraq hiss olunur. Mask seçiləndə görürsünüz kənarında belə bir ağ bir çərçivə əmələ gəlir. Eyni qaydada həmin çərçivə layer seçildiyi halda burada da peyda olur. Keçdik maska, qara rəngdədir, 100%-dədir və başlayırıq gizlətməyə. Biz artıq brush mövzusunda bilirdik ki, brush'ın kənarları sərt və ya yumşaq ola bilər. Bizdə indi hardness 0-da olduğuna görə görürsünüz maskalayanda, gəlin burada yoxlayaq, kənarlar yumşaqdır. Amma bəzən biz istəyərdik ki, elə birbaşa kənarlar sərt şəkildə maskalansın. Sağ düyməni basıb hardness-i tutaq ki 100% eləsək və maskalamağa başlayanda həmin hissə kəskin olacaq. Məsəl üçün, mən elə istərdim ki, bu xəncərin qırağında elə kənarı kəskin forma ilə maskalama işi görüm. Biz xatırlayaq, biz hardness-i dəyişmək üçün Alt-ı basıb saxlayıb mouse'un sağ düyməsi ilə yuxarı və aşağı hərəkət də elətdirirdik. Hərəkətlə daha doğrusu bu görüntünü ala bilirdik. Hardness-ə müdaxilə edə bilirdik ya da əgər sizə belə rahatdırsa, bu şəkildə də eləyə bilərsiniz. Çox qabağa getmədən Ctrl-Z ilə gəlin geri qayıdaq. Bir neçə dəfə basmaq lazım gələcək ki, samurayı belə deyək ki, samuray təsvirini əvvəlki vəziyyətə qaytaraq. Əslində mən olsa buranı yığışdırmaq istəyirəm. Sağ düymə hardness-i maksimum eləyək ki, təkrar şəkildə buranı yığışdıraq. Məsəl üçün, bu görüntü məni artıq qane eləyirsəm, buradan bu maskdan və əlavə piksellərdən xilas ola bilərik. Sağ düymə Apply Layer Mask. İndi fikir verək ki, Ctrl-T etdiyim anda ancaq piksellər harda varsa Transform Frame həmin piksellərin ətrafında olur. Əvvəlkindən fərqli olaraq kənara artıq getmir. Fujiyama ilə da bağlı məncə bizim elə bir işimiz yoxdur. Apply Layer Mask. Bunu da elə əvvəldən copy-paste ilə gətirmişik. Heç burada mask yoxdur. Yəni mask olması da şərt deyil. İndi gəlin Smart Object-də çevirək bizim əsas mərkəzi obyektimizi. Çünki layerimizi daha doğrusu, həm də obyektimizi. Çünki biz danışmışdıq ki, bir kompozisiyanı axtarıb tapana qədər biz böyüdürük, balacalaşdırırıq, bəzən hətta bəlkə radikal şəkildə böyüdürük ki, indiki halda bunu çox eləyə bilmirik, çünki şəklimizin orijinalı çox da böyük deyildi. Ona görə Smart Object-ə çevirmişik ki, ən azından bu transformasiyalar nəticəsində faylımızın keyfiyyəti itməsin, daha doğrusu layerimizin. Böyüdək bunu yerləşdirək kompozisiyanın tutaq ki, mərkəz hissəsində. Enter basmaq yaddan çıxmasın. Dağı keçək ön plana, dağı da biraz böyüdək, bütün posterin aşağı hissəsini əhatə eləsin. Enter basmaq yaddan çıxmasın.
Hieroglifi kənara, yuxarılara bir yerə qoya bilərik. Cılız olmaqdansa gəlin biz bu hieroglifi kifayət qədər böyüklərdə elə qoyaq həmin bu samurayın arxa planının arxa tərəfinə və burada gəlin bir mask mövzusunu tətbiq eləyək. Tutaq ki, gəlin hələlik samurayı yığışdıraq. Mən istərdim ki, bu hieroglif tədricən aşağı doğru getdikcə itsin, yəni belə eyni tonda qalmasın. Bunu maskla biz rahatlıqla həll edə bilərik bu problemi. Layer seçilidir, tamam. Bir dənə mask əlavə edirik. Burada bir dənə şeyi başa düşmək lazımdır, maskın məntiqini. Mən braşı götürdüm. Braşa kvadrat mötərizə ilə klaviaturada sol, sağ kvadrat mötərizələrlə böyüdüb balacalaşdıra bilərik ya da ki, Alt-ı basıb saxlayıb sağ düymə ilə böyüdüb balacalaşdıra bilərik. Gəlin bir dəfəli hardness-i də biraz dəyişək. Mən qara rənglə mask seçilidir. Burada yox, maskdayam. Opacity 100%-dirsə, buralarda gəlişəndə nə baş verir? Qara bizdə gizlədir, ağ göstərir. X-i basıram, ağla bərpa eləyirəm. Amma bəzən olacaq ki, siz istəyəcəksiniz ki, müəyyən bir hissə tamamilə, yəni ki, bu qədər yoxa çıxmasın. Yoxa çıxsın, amma biraz görünsün. Bizdə qara tamamilə gizlədir, ağ tamamilə göstərirdisə, bəs bunların arasında fərqli rənglər də var axı. Rəngi qoyaq qırağa, qara ilə ağın arasında boz rənglər var. Biz boz rənglərlə təbii ki, tündlük dərəcəsinə görə obyektləri yarı şəffaf formada da göstərə bilərik. Gəlin bu maskı yığışdırıb, delete eləyək, təzədən tətbiq eləyək. Boz rəng götürülübdür, 100%-dir, brush aktivdir, mask aktivdir. Başlayaq gəzdirməyə. Görürsünüz, yəni qaradan fərqli olaraq tam itirmədi. Niyə? Çünki boz rəng nə ağ deyil, nə də qara deyil. Yəni ikisinin ortasında təxminən 50%-li şəffaflıq verir. Əgər mən bunu tutaq ki, çox az qala ağdan çox az fərqlənəcək bir boz rəng eləsəm, o zaman maskla bunun üzərində işləyəndə hətta görürsünüz, hiss olunmayacaq dərəcədə dəyişikliklər baş verir. Niyə? Çünki o qədər açıq boz rəngdən istifadə eləmişəm ki, hardasa bəlkə də 3-4%-li şəffaflıq kimi tədrici gizlətmə effekti verir. Yəni qara gizlədir, ağ göstərir, onların arasındakı boz rənglər isə tündlüyünə görə yarı şəffaf formada eyni effektləri göstərir. Bunu nəyə görə izah elədim? Biz əslində maskı istifadə edəndə fırçanla deyil də qradientdən istifadə eləməklə də biz mask tətbiq edə bilərik. Yenə də hieroglifə bir mask əlavə edəyəm. Mən istəyirəm ki, bax, yuxarıdan aşağı doğru tədricən mənim hieroglifim yoxa çıxsın. Və əslində biz ağdan qaraya doğru qradiyent tətbiq edib maska versə, istədiyimiz o effekt alınacaq. Burada rəngləri dəyişdiksə, istənilən vaxt klaviaturada D hərfinə basmaq kifayət eləyəcək ki, ağla qara default rənglər öz yerinə qayıtmış olsun. Hər şey döyüşə hazırdır. Siz də mahiyyətini bunun başa düşdünüz. Hieroglif seçili deyil, mask seçilidir, amma layer olaraq hieroglif layeri seçilibdir. G hərfinə basaq, G bizdə gradient tool'un hotkeyidir. Avtomatik yuxarıda default rənglərlə ağdan qaraya gradient döyüşə hazırdır və yoxlayaq. Aşağıdan yuxarı yox, yuxarıdan aşağı eləsəm, yəqin ki, bu dəfə daha düz olar. Gradientlə işləyəndə də sərbəst şəkildə istənilən bucaq altında biz gradient veririksə, shift'i basıb saxlayıb daha düz 15, 30, 45 və s. Yəni müəyyən nisbətdə bucaq altında gradienti tətbiq edə bilirik. Baxın, yuxarıdan aşağı doğru gradient çəkdim, amma maska Alt-ı basıb saxlayıb üstünə tıklayıb baxaq. Ağdan qaraya gradient oldu. Ağ olan hissələr tam görünəcək. Qara olan hissələr tamamilə gizlənəcək. Amma bunların arasındakı bu fərqli tündlükdə olan boz rənglərə görə isə həmin hissələr yarı şəffaf şəkildə yoxa çıxacaq. Tamamdır. Ümumiyyətlə dizaynda bu hieroglifin çox diqqət çəkməsini istəmirəmsə, opacity-ni də ümumi layerin şəffaflığını da azalda bilərəm ki, sadəcə arxa planda hieroglif oralarda bir yerdə dursun. Eyni məntiqi biz samuray da verə bilərik. Samuray seçilidir, maska əlavə elədim, G hərfini aktivləşdirdim, gradienti. Yəni dairəvi gradient yoxdur, xətti gradient olması lazımdır, çünki düz xətli keçid mənə hal-hazırda lazımdır. Samuray yox, həmin bu subnail yox, maskın subnaili aktivdir, gradient, hər şey döyüşə hazır və eyni qaydada ömür boyu bunu tərsinə eləyirik. Yəni həmişə aşağıdan yuxarı yox, yuxarıdan aşağı. Sonradan dəyişməyə məcburiyyətində qalırıq. Belə, təbii ki, burada qara ilə ağın yerinə görə biz gradienti fərqli formada verməli olacaq. Ona görə həmişə yoxlamaq lazımdır ki, hansı daha doğrudur. Shift-lə bir də daha düz gradient verdik. Keçidi təbii ki, gradientin bu markerləri vasitəsilə tənzimləyə bilərik. Gəlin hətta buna bir daha baxaq. Bizdə burada keçid hardadır və ancaq bu hissədə. Samuray tam görünür. Niyə?
Altla bir yerdə maskın üstünə tıklayıb baxaq görə burada nə baş verir. Hər yer ağdır, hər yer ağdır. Ona görə biz samurayı bütün bu intervalda görürük. Aşağı hissə tünd qaradır. Biz bu hissədə samurayın detallarını görmürük. Keçid olan hissə isə bax ancaq burdadır. Niyə? Çünki boz rənglər bizdə ordadır. Yəni bu bizi qane eləyirsə elə bu şəkildə də saxlaya bilərik. Eyni effekti yəni Fujiyama'ya verməyə işin şiti çıxacaq. Fona da hər hansı başqa bir rəng verə bilərik. Hətta bəlkə qırmızı da qala bilər, amma Yaponiyanın qırmızısı yoxa çıxdı. Rəng seçimində ən məşhur nümunələrdən biri fotonun üstündəki istənilən rəngi, az qala istənilən rəngi götürsəz, yəni ümumi harmoniya pozulmaz. Götürək, olsun elə bu rəng, çox da önəmli deyil və okeyləyək. Və son olaraq başqa bir şey də yoxlayaq. Yəni həm hieroglif, həm samuray qradiyentlə yoxa çıxdı. Yəni birini qradiyentlə, birini brushla saxlayaq, həm də ən azından arsenalımızda alternativ bir variant olsun. Fonu hələlik söndürək ki, kontrast daha çox olsun. Görək burada nə baş verir. Mən əgər samurayın yanındakı bu maskı yığışdırmaq istəyirəmsə, hər dəfə götürüb bunu silib təzədən boş mask əlavə eləməliyəm. Yox, belə bir şərt yoxdur. Bizə nə lazımdır? Bizə lazımdır ki, samuray tam görünsün. Fujiyama hələlik söndürək. Samurayın tam görünməsi üçün buranın başdan ayağa ağ rəngdə olması lazımdır. Doğru. Ona görə də biz bu thumbnail-ı seçdik. Ağ rəng öndədir. Biz artıq istənilən layeri ön planda olan rənglə necə rəngləmək lazımdır onu bilirik. Alt, backspace, avtomatik mənim maskım ağappaq oldu. Dolayısıyla ona tabi olan, ona aid olan layer tamamilə görünmüş oldu. İndi daha başqa bir maraqlı bir brush götürüb və onu ilə buranı mask eləməyə çalışaq. X-i basıram çünki qara rəng mənə lazımdır ki, müəyyən hissələri gizlədək. Brush-ı götürək, sağ düyməni basaq və biz brush-la işləyəndə burada bir çox artistik brush-ları yoxlamışdıq, onlarla eksperiment aparmışdıq. Elə o eksperimentlərdən bizim burada siyahıda bir neçəsi qalıb. Elə götürək bunu. Yadınızdadsa, xatırlayırsınızsa, əyri-üyrü, kənarları kobud şəkildə olan, sanki bir fırça izi imiş kimi belə bir brush var bizdə. Adobe Photoshop tərəfindən bizə təklif olunan. Bununla yoxlayaq. Layer mask seçilidir. Qara rəng opacity-ni də yəni 100% eləyək. Çünki eyni 100% olmasa tamamilə gizlətməyəcək. Bizə burada opacity az olarsa, baxın, eyni sanki bir boz rənglə getmişik üstündə. Eyni təəssüratı verəcək. Ona görə götürürük maksimum 100% və başlayırıq buranı itirməyə. Tamamdır. Və fonu aktivləşdirək, Fujiyamanı aktivləşdirək. Yəni belə fırça effekti vermək istəyiriksə, bu şəkildə də eləyə bilərik. Hər yer silindi, X-i basıb ağ rəngi geri qaytara bilərik ki, lazım olmayan hissələri təzədən yenə geri qaytaraq. Daha doğrusu silinməsini istəmədiyimiz hissələri geri qaytaraq. X-i basaq, qara ilə gizlədək, X-i basaq, ağ rənglə bərpa eləyək. Maskın ümumi mahiyyəti bu. Fırçayla bunu eləyə bilərsiniz, qradiyentlə bunu eləyə bilərsiniz. Hətta lap dərinliklərə gedib istənilən bir fotonu götürüb maskın içinə də əlavə eləyə bilərik. Bu sadəcə həddən artıq dərin bir mövzudur. Yeni başlayanlar üçün bu ağır olacaq. Bəlkə irəlidəki fərqli YouTube mövzularının dərslərində bu mövzuya da toxunarıq. Ümumi maskın məntiqini ümid edirəm ki, bu iki dərs əsnasında izah eləyə bildik. Test eləmək, yoxlamaq, mümkünsə bu tipli kollaj posterlər hazırlamaq lazımdır ki, fərqli təbii ki, mask texnikalarını tətbiq eləməklə maskın mahiyyətini başa düşək. Əgər bir dizayner, bir yeni başlayan Photoshop həvəskarı mask baryerini aşdısa, demək ki, ondan sonra Photoshopda onun qabağında duracaq heç bir problem yoxdur. Bu problemlər olmadığına görə də növbəti daha maraqlı, asan dərslərdə görüşərik.